37-ci sual. Konusun oturacağının radiusu 4 sm-ə bərabərdir. Doğuranı isə 9 sm. Bu konusun yan səthinin açılışının mərkəzi bucağını radianlarla tapın nəyə bərabərdir? Əvvəlki konusu çəkək. Tam konusa oxşamadı, düzəldək biraz. Yenə əyri oldu. Aha. Deməli, bu konusun radiusu 4 sm-dir. Daha doğrusu, oturacağının radiusu 4 sm-dir. Bura 4 yazırıq. Doğuranı 9 sm-dir. Bu konusun yan səthinin açılışı. Yan səthinin açılışı deyəndə nə nəzərdə tutulur? Yan səthinin açılışı, baxın, əgər biz bu hissəsini, konusun açsaq, əldə edəcəyimiz fiqur sektor olacaq. Belə bir fiqur əldə edirik. Bu, deməli, sektorun mərkəzi bucağını, yəni bunun ölçüsünü, radianlarla bunun ölçüsünü soruşur. Misal üçün, alfa olsun deyək. Yaxşı, bu sektorun radiusu konusun, deməli, doğuranı ilə üst-üstə düşür. Deməli, bura 9 sm olacaq. İndi isə sektorun bucaq ölçüsünü tapmaq üçün radianla bucaq ölçüsünü tapmaq üçün bu sektor mərkəzi bucağına uyğun gələn bu qövsün uzunluğunu bölmək lazımdır. Deməli, radiusu 9 sm. Qövsün uzunluğunu bilmirik, S deyək. Bu qövsün uzunluğu konusun oturacağında yerləşən, baxın, bu çevrənin uzunluğuna bərabərdir. Ona görə də sadəcə biz bu çevrənin uzunluğunu tapmamız lazımdır. Deyirik ki, S bərabərdir. Düstura görə 2 vurulsun, pi vurulsun radius. Radius 4 sm-dir. Bərabərdir 8 pi sm-ə. İndi isə sadəcə alfayı tapmaq üçün deməli nə demişdik? Alfanın deməli qarşısındakı olan bu qövsün uzunluğu S dedik. Yəni S-in yerini 8 pi yazırıq. 8 pi bölünsün. Radiusun uzunluğu 9 sm, 9-a bölürük. Doğru cavab olur D bəndi. 38-ci sual. Fx bərabərdir ax kvadrat çıxılsın 12 üstə gəl c funksiyasının ən kiçik qiymətini tapın. Əgər məlumdursa ki, bu funksiyanın qrafiki x bərabərdir 2 düz xəttinə simmetrikdir. X bərabərdir 2 düz xəttinə nəzərən simmetrikdir və 1,8 nöqtəsindən keçir. Deməli, bu məsələni yazmamışdan əvvəl belə bir faktı nəzərdən keçirək. Baxın, istənilən, deməli, fx bərabərdir ax kvadrat üstə gəl bx üstə gəl c tipli funksiyalar üçün kvadrat funksiyadır və bu paraboladır. Belə bir parabolalar üçün onun təpə nöqtəsi, yəni bunun misal üçün əgər biz qrafikini çəksək, bu kvadrat funksiyanın, bunun qolları ya yuxarı yönələcək, belə, ya da ki, aşağı yönələcək bu halda. Və bu parabolaların təpə nöqtələri var. Əgər yuxarı yönəlibsə, deməli, təpə nöqtəsi burada bu funksiyanın ən kiçik qiyməti olur. Əgər parabolanın qolları aşağı yönəlibsə, onun təpə nöqtəsi funksiyanın ən böyük qiyməti olur. Və bu, deməli, təpə nöqtəsindən keçən düz xətt, əgər mən bunu başqa bir rənglə göstərsəm, təpə nöqtəsindən keçən və o y oxuna paralel olan düz xətt bu parabolanın simmetriya oxudur. Burada da belə bir şey olacaq. Bu düz xətt parabolanın simmetriya oxu olur. Bunu yadda saxlayaq. İndi isə keçək məsələmizə. Onu da qeyd edim ki, yəni bu funksiyanın qollarının yuxarı və ya aşağı yönəlmiş olmasını müəyyən etmək üçün A-nın işarəsi bizə lazımdır. Əgər A-nın işarəsi müsbət olarsa, funksiyanın, bu parabolanın qolları yuxarı yönəlmiş olacaq. Yox, əgər mənfi olarsa, o halda aşağı yönəlmiş olacaq. Yaxşı.
İndi isə bizim funksiyamız belədir. Yazaq bunu. Fx bərabərdir ax kvadrat çıxılsın 12x üstəgəl c. Funksiyasının ən kiçik qiymətini tapın deyir. Baxın, bunun üçün biz əvvəlcə funksiyanın, yəni parabolanın yuxarı və yaxud aşağı yönəlmiş olmasını müəyyən etməyimiz lazımdır. Yəni a-nın qiymətini tapaq və baxaq ki, bu müsbətdir və ya mənfidir. Bunu belə tapacağıq biz. Ümumiyyətlə, funksiyanın, parabolanın, daha doğrusu parabolanın təpə nöqtəsinin x koordinatını tapmaq üçün belə bir düsturumuz var. X bərabərdir mənfi b bölünsün 2a. İndi biz bilirik ki, bu funksiya deməli təpə nöqtəsi simmetriya oxunda yerləşir. Yəni x bərabərdir 2 nöqtəsində, daha doğrusu x bərabərdir 2 düz xəttinin üzərində yerləşəcək onun təpə nöqtəsi. Yəni bizim x-imiz burada 2 olacaq. Bərabərdir mənfi, biraz gəlin bunu aşağıda yazaq. Deməli mənfi b nədir bizdə? Funksiyamızda b mənfi 12-dir. Deməli mənfi 12 bölünsün 2 dəfə a. A-nın qiymətini bilmir, olduğu kimi yazırıq sadəcə. İndi bu tənlikdən a-nın qiymətini tapmağımız lazımdır. Deməli bu mənfilər ixtisar getdi deyə, yəni mənfi 1, mənfi 1 ilə 2 və 12-ni də əgər ixtisar etsək, 1 və 6 qaldı. Yəni nə əldə edirik? 2 bərabərdir 6 bölünsün a. Buradan tapırıq ki, a bərabərdir nəyə? 3-ə. Bu o deməkdir ki, yəni a müsbət olduğu üçün bu funksiyanın, bu parabolanın qolları yuxarı yönəlmiş olur. Əgər demişdik ki, funksiyanın qolları, yəni parabolanın qolları yuxarı yönəlibsə, onun ən kiçik qiyməti elə təpə nöqtəsi olacaq. Təpə nöqtəsinin deməli y koordinatı olacaq. Biz bilirik ki, təpə nöqtəsi x bərabərdir 2-dir. Yəni sadəcə funksiyada x-in yerinə 2 qoymaq lazımdır. f2 bərabərdir. Funksiyada deməli nə var bizim? A-nın yerinə birbaşa tapmışıq artıq 3 yazırıq. 3 vurulsun x kvadratdır. X-in yerinə 2 yazırıq. 2-nin kvadratı çıxılsın 12 vurulsun 2 üstə gəl c. C-nin qiymətini bilmir. Ona görə də olduğu kimi hələ ki qeyd edirik. Yazırıq bura. İndi isə deməli f2 bərabərdir 3 vurulsun 2-nin kvadratı. 2-nin kvadratı 4 edir. 3 vurulsun 4 12 çıxılsın 12 vurulsun 2 24 üstə gəl c. Bunlar da yenə sadələşdirək. f2 bərabərdir 12 çıxılsın 24 edir. Mənfi 12 üstə gəl c. Yaxşı, deməli 2 nöqtəsində funksiyanın qiymətini tapmaq üçün, hansı ki bilirik ki, onun ən kiçik qiyməti olacaq, bizə c-nin qiyməti lazımdır. C-ni bilmək lazımdır ki, mənfi 12 ilə c-ni toplayaq və ən kiçik qiymətini tapaq. C-ni isə baxın bu verilmiş məlumatdan tapacağıq. Biz bilirik ki, bu parabola 1,8 nöqtəsindən keçir. Yəni mən əgər x-in yerinə 1 yazsam, f1 bizə 8 verməsi lazımdır. Yəni f1-də 8 olur bu funksiyanın qiyməti. İndi funksiyada x-in yerinə bu 1-i yazaq. Yəni a-nın yerinə biz bilirik artıq 3 olduğunu. Ona görə 3 yazırıq. 3 vurulsun x-in kvadratı, yəni 1-in kvadratı. Çıxılsın 12 vurulsun 1 üstə gəl c. Buradan tənlik əldə edirik. f1-in yerinə 8 yazırıq. 8 bərabərdir 1-in kvadratı 1, 3 vurulsun 1, 3. Çıxılsın 12 dəfə 1, 12 üstə gəl c. 8 bərabərdir 3 çıxılsın 12 edir. Mənfi 9 üstə gəl c. Buradan c bərabərdir. Nə olacaq? Deməli c bərabərdir 17-yə. Yaxşı. İndi sadəcə f2-də baxın burada x-in yerinə, c-nin yerinə, bu c-nin yerinə sadəcə yazmalıyıq 17. Deməli nə əldə edirik? f2 bərabərdir mənfi 12 üstə gəl 17 bərabərdir 5. Deməli funksiyanın ən kiçik qiyməti 5-dir. 39-cu sual. O x, y koordinat müstəvisində OAB körbucaqlı üçbucaq verilib. Onun A nöqtəsi 1-ci qrupda yerləşir, B nöqtəsi OX oxunda. Məlumdur ki, OA 8-ə bərabərdir, AB 7-yə, AOB bucağı isə 60 dərəcəyə bərabərdir. OAB üçbucağının sahəsini tapın deyir. Əvvəlcə koordinat müstəvisini çəkək.
Biz bilirik ki, A nöqtəsi birinci rübdə yerləşir. Tutaq ki, o bizim bu nöqtə olsun, A nöqtəsi. Üçbucaq OAB-dir, yəni o bizdə başlanğıc nöqtəsidir, qeyd edək bunu. İndi isə qaldı B nöqtəsi. B nöqtəsi X oxunda yerləşir. X oxunda biz B nöqtəsini A-nın deməli biraz solunda götürməmiz lazımdır ki, A-dan üçbucaq körbucaqlı olsun. Tutaq ki, hardasa bura olsun B nöqtəsi. İndi bu nöqtələri birləşdirək ki, üçbucağı əldə edək. Yaxşı. Məlumdur ki, OA 8-dir. Bura yazarıq 8. AB 7-yə bərabərdir. AOB bucağı isə 60 dərəcədir. Bizdən bu üçbucağın sahəsini soruşur. Yəni burada yazaq S OAB. Yaxşı. Üçbucağın sahəsini tapmaq üçün biz o üçbucağın hündürlüyünü və oturacağını bilməmiz lazımdır. Düstur belədir. Hündürlük vurulsun, oturacaq bölünsün 2-yə. Ancaq bizim bu üçbucağın əldə olan bu üçbucağın hündürlüyü və oturacağı məlum deyil. Hündürlüyü, yəni körbucaqlı üçbucağın hündürlüyü onun xaricində yerləşir. Baxın, bu parça, bura düzbucaqdır. Onun hündürlüyü olacaq. Ona misal üçün H deyək, adı H olsun. Və oturacağı OB parçasıdır. OB parçasını da biz bilmirik. Deməli, SOAB yazaq, gəlin bunu da. SOAB bərabərdir. H, yəni hündürlük vurulsun oturacaq, yəni OB-yə və bölünsün 2-yə. İndi bizim işimiz H və OB-nin nəyə bərabər olduğunu tapmaqdır. Əvvəlcə tapaq. Gəlin belə bir şey edək. Baxın, əgər mən buradan A nöqtəsindən o Y-ə bir perpendikulyar parça çəksəm, bura 90 dərəcədir. Gəlin, bəri tərəfdə göstərək. Bunu 90 dərəcədir. Məlum məsələdir ki, bu çəkdiyim parçanın uzunluğu ilə onun qarşı tərəfində olan O nöqtəsindən ta H oturacağın H deməli parçasının oturacağına qədər, bu nöqtəsinə qədər olan məsafə ilə eynidir. Ona görə də gəlin indi biz hələ ki bu nə deyək buna, misal üçün X olsun. X deyək buna. X parçasının uzunluğunu tapaq. Bunu tapmaq üçün biz bilirik ki, baxın, əldə etdiyimiz üçbucaq, bu düzbucaqlı üçbucağa fikir verin. Bu düzbucaqlı üçbucaqda biz bilirik ki, baxın, bura 60 dərəcədirsə, deməli, bura 30 dərəcə olacaq. Və düzbucaqlı üçbucaqda 30 dərəcəli bucağın qarşı tərəfi, qarşı kateti hipotenuzun yarısına bərabərdir. Hipotenuz 8-dir deyə X nə olacaq? 8-in yarısı, yəni 4. Yaxşı. İndi isə, baxın, H-ı tapmaq üçün biz bilirik ki, bu, əgər bura H-dırsa, bunun qarşı tərəfi, bu düzbucaqlının qarşı tərəfi də H olacaq. Burada H-dır. H-ı tapmaq üçün yenə eyni bu üçbucağa fikir veririk. Yaşılla qeyd etdiyim üçbucağa. Elə bil ki, bunun bir kateti 4-dür, hipotenuz 8-dir. Digər kateti, yəni H məlum deyil. Pifaqor teoremindən istifadə edərək tapaq bunu. Deməli, H-ın kvadratı, gəlin elə onun öz rəngi ilə göstərək. H-ın kvadratı üstə gəl, digər katet 4-dür. 4-ün kvadratı bərabərdir hipotenuzun, yəni 8-in kvadratına. H kvadrat üstə gəl, 4-ün kvadratı, gözləyin, bunu yenə öz rəngi ilə göstərəcəm. Deməli, H-ın kvadratı üstə gəl, 4-ün kvadratı 16 edir. 16 bərabərdir 8-in kvadratı 64. H kvadrat bərabərdir 64 çıxılsın 16. H kvadrat bərabərdir 64-dən 16 çıxanda 48 qalır. Deməli, H bərabərdir kök altda 48-ə, yəni
48-ə əgər biz 16 dəfə 3 kimi yazsaq, 4 kök altda 3 əldə edirik. H 4 kök altda 3-ə bərabərdir. Deməli, biz bu üçbucağın, OAB üçbucağının hündürlüyünü tapdıq. 4 kök altda 3-ə bərabərdir. Qaldı onun oturacağı, yəni OB-ni tapmaq. OB parçasını tapmaq üçün biz əgər, baxın, bu hissəni tapsaq, biz ümumiyyətlə O nöqtəsindən və bayaq da qeyd etdiyim kimi O nöqtəsindən bura qədər məsafə, yəni H parçasının oturacağına qədər məsafə 4-dür. Bunu bilirik, çünki onun qarşı tərəfində olan tərəfi də 4-dür. Bunlar bərabərdilər. Əgər mən, deməli, bu işarələdiyim, çəhrayı rəngə göstərdiyim, baxın, bu hissəni tapsam, 4-dən o hissənin uzunluğunu çıxanda biz OB-nin uzunluğunu tapmış oluruq. Gəlin buna biz nə deyək? Misal üçün olsun A. Bunun uzunluğu olsun A. Deməli, OB nəyə bərabər olacaqdır? OB bərabərdir 4 çıxılsın A. İndi biz A-nı tapaq. A-nı necə tapa bilərik? A-nı tapmaq üçün, baxın, bu üçbucağa fikir veririk. Bu üçbucaqda katet biri, deməli, H4-dür, onu bilirik. Yəni, H-ı yenə biz yazırıq. Deməli, nə oldu bu? 4 kök altda 3. Katetin biri 4 kök altda 3-dür, hipotenuz 7-dir. Digər kateti, yəni A-nı bilmirik. Rahatlıqla bunu biz Pifaqor teoremi ilə tapa bilərik. Deməli, A-nın kvadratı üstə gəl 4 kök altda 3 bu ədədin kvadratı bərabərdir 8-in, yox, 7-nin kvadratına, yəni 49-a. A-nın kvadratı üstə gəl 4 kök altda 3-ün kvadratı edir 48, bərabərdir 49-a. A kvadrat bərabərdir 1-ə. Buradan da A bərabərdir elə 1-in özünə. Deməli, A 1-dir. A 1 olanda OB nəyə bərabər olacaq? OB bərabərdir 4 çıxılsın 1, yəni 3-ə. Və artıq bizə lazım olan hər bir şey məlumdur. Sadəcə yerinə qoyub tapmamız lazımdır üçbucağın sahəsini. Deməli, baxın, bu düsturdan SOAB yazıram burada. SOAB bərabərdir. H nədir? 4 kök altda 3. 4 kök altda 3 vurulsun. OB-nin uzunluğunu tapdıq, 3-ə bərabərdir. 3-ə bölünsün 2. Bərabərdir. 2 və 4-ü ixtisar edirik. 1 və 2 qalır. 2 dəfə 3, 6 kök altda 3 əldə edirik. Yəni, OAB üçbucağının sahəsi 6 kök altda 3-ə bərabərdir.